Ümumiyyətlə bilirsiniz, dünyada bu inkarların çoxu birisi nədəndir? Başa düşməməkdən. Adam başa düşmədiyini gərək inkar eləməsin. Bunu özümüzdə tərbiyə eləyək. Siz fikir verin, tarix boyu ariflər təkfir edilir bir dəstə tərəfindən. Ariflərə lənət oxuyublar, kafir deyiblər, təkfir ediblər. Bəzi adamlar var ki, arif deyil, sufi məslək adamlardır ki, onlar elə gedəndə fikirlərinə görürsəm küfürdə çıxır içindən, amma bəzən ümumiləşdiriblər. Bir dəstə səthi baxan adamlar dinə. Həmişə bu adamlarla düşmən olub. Biz çox şeyləri ələ salırıq, çünki başa düşmürük. Bəli, xurafatla mübarizə aparmaq lazımdır. Biri nağıl danışır, arifbazlıq eləyir. Görürsən, irfan jestlər alır. Belə adamlarla mübarizə aparmaq lazımdır. Nağıl danışan adamlarla. Amma mələkut aləmi ilə əlaqəsi olan adam nağılbaz adam deyil, realist adamdır. Nağılbaz sənsən ki, elə bilsən reallıq gördüyün 5-10 dənə maddi surətlərdir. Sən reallığı görmürsən, reallıq geniş anlayışdır, reallıq maddə ilə çərçivələnmir ki, sən maddəni reallıq sayırsan, fövq maddəni, deyirsən, bu nağıl danışır. Onda sən ki, bəzən müsəlmandır güya, deyir ki, falan kəs orada kəramət danışdı, nağıl danışır. Deyirəm, onda Əsa necə əcdah oldu? Nağıl dondu da, vallah da nağıl danışır Quranda. Qeyri-maddi anlayışlar var, mərifət var. Bunu heç zaman təkəbbür səbəbindən inkar edir. Mən neçə dənə həyatda adam görmüşəm, bu mənim sizə təcrübəmdir. Neçə dənə adam görmüşəm, bu şeyləri ələ salıb axırı yaxşı oluyor. Mən bunu böyük ariflərdən eşitmişəm, böyük ariflərdən. Deyiblər ki, kəramət əhlinin kəramətini inkar eləməyin. Başa düşmürsünüz, inkar eləməyin. Tələsməyin. Ay, bu nə söhbətlərdir? Bunu deməyə tələsməyin. Bəzən ev yıxan bir şey olur bu. İnsanın ruhunun içində olan o təkəbbürü üzə çıxardır. Ondan qaynaqlanır. Xurafatçılar heç, yalancılar heç, bazar açanlar, özünü arif göstərənlər heç. Əhli var bu işin, onu görsün, inkar eləməyəsən gərək. Hədis var Peyğəmbərdən, Mə uziyə nəbiyyun mislu mə uzid. Deyir, heç bir Peyğəmbər mənim qədər əziyyət çəkmədi. Bu hədisin neçə cür şərhi var. Niyə Peyğəmbər hamıdan çox əziyyət çəkdi? Neçə cür şərhi var, hamısı da öz yerində düzdür. Şərhlərdən biri də budur ki, deyir, o hamıdan çox başa düşürdü. Bir adam ki, hamıdan çox başa düşdü, vay 10 gündən. Adamlar onu başa düşməyəcək. Və bu çox əziyyət verir adam. Adam var, 10 il bundan sonranı, 100 il bundan sonranı görür, burnunun ucunu görməyənlər onu başa düşmür. Bu addım atır 10 il sonra üçün bunlar indi ilə yaşayır deyə dəyərləndirə bilmir. O da əziyyət çəkir. Başa salması da deyir ki, başa salasan. Məcbursan dözəsən, tənələrə dözəsən, fikrini tam deyə bilmirsən, deməyəsən, demək də olmaz bəzən. Anlamaz adamların içində dərin söz, ağıllı söz danışmaq rəva deyil. Hədisdə var, Mə kəlləmə Rəsulullah bi qədri əqlihi qəddu. Peyğəmbər öz ağlı səviyyəsində danışmayıb. Əhl-i beyti çıxsaq, Həzrət Əli ilə danışıb. Həzrət Əli özü deyir ki, mən onunla deyir, ünsiyyətdə olurdum. Hətta Cəbrailin səsini eşidirdim. Bu sirləri ancaq onlarla bölüşə bilib. Çünki görüb cəmaatın dözümü yoxdur düz sözə, haqq sözə. Haqq sözü qavramaq qabiliyyəti zəifdir. İmam Səccad əleyhissalam buyurur ki, mən bəzi şeyləri, bəzi yox, bir çox şeyləri, elm xəzinələri var içimdə ki, gizlədirəm. Deyəm, atam da belə idi, əmim İmam Həsən də belə idi, babam Həzrət Əli də belə idi. Ondan sonra deyir ki, bəzi sözlər var ki, mən desəm, mənə deyəcəklər, sən müşriksən. İmam deyir bu sözü. Həzrət Əli əleyhissalam oturub məsciddə bir dəstə bu zahirpərəst adamlardan da oturub. Dedilər, biraz o mərifət bulağından bizi də sirab elə. Həzrət Əli dedi ki, yəni, belə deyədi, sizlik deyil. Elə bir oxşar bir şey dedi ki, yəni, ibadət özü eləyin, sizin nə işiniz var o şeylə? Dedilər, yox, mütləq danış bizə, xahiş eləyirik, yalvar, yaxar. Deyib, götürdü, evlərini apardı. Evlərini apardı, birdən başladı belə danışmağa. Ənə əvvəlu vəl-axir və zahiru vəl-batin, ənəl-muhyi, ənəl-mumid. Mən əvvələm, mən axıram, mən zahirəm, mən batinəm, mən dirildənəm, mən öldürənəm. Durdular ayağa. Durdular ayağa ki, şirk danışdın, küfür danışdın. Huvəl-əvvəlu, huvəl-axir, o da əvvəl, o da axir. Huvəl-muhyi, huvəl-mumid, o dirildəndi, o öldürəndi. Gedəndə deyir, Həzrət Əli işarə elədi, qapı bağlandı, düzəldi, gəlin bura, gəlin, qayıdın bura, danışdı. Dedi, ənəl əvvəli, yəni mən ilk iman gətirənəm. Ənəl axir, yəni mən son Peyğəmbərdən ayrılan mən oldum, axırda mən idim yanımda. Şərh elədi, mən deyirəm ki, bu da hələ aşağı dərəcəli şərhidir. Bunun arxasında da dözümləri qədər belə başa saldı ki, bunlar küfrə gedib çıxmasın. Bir dənə baxın Quranda siz Allah, İsa əleyhissalamın dilindən deyir ki, və uhyil məvtə bi iznillah, mən ölüləri dirildirəm Allahın izni ilə. Biri var iki cür cümlə demək olar. Biri var deyəsən ki, Allah mənim vasitəmlə ölüləri dirildir. Biri var deyim, mən ölüləri dirildirəm Allahın izni ilə. O gün mən gördüm, dünən gördüm. Heç Allah şahid ki, bu bəhsi hazırlaşmaq
hazırlaşmırdım hələ, heç bilmirdim bundan. Heç onun mənə təsiri də olmadı. Bunu yaza-yaza yadıma düşdü ki, bir ruhani deyir Həzrət Əli haqqında. Video düzəldirlər bu məlum adamlar. Həzrət Əli deyirsən Maliki yevmi, məsələn sahibəz zaman, sahib Allahdır. Elə bir ki, sahib Allahdır, Allah sahibdirsə, ixtiyarı kiməsə də verir o sahibliyi. Qəsimul cənnəti və nar, əli cənnət cəhənnəmi böləndir. Bir Allah böləndir. Allah bölür, buna münasibətlə bölür. Şirk deyib gəzən adamlardır. O gün çıxıb danışıb ki, Mir Mövsün ağa özü xəstə idi, özünə şəfa verərdi, cəmaatda şəfa verir. Əvvəla Mir Mövsün ağanın ümumiyyətlə övliyaların məzarı tibb müəssisəsi deyil. Cəmaat da ora sırf şəfa üçün getmir. Cəmaat gedir orada Allaha ibadət eləməyə. Dinən niyə orada gedir ibadət eləyir? Niyə orada ibadət eləyir? Mən də deyirəm ki, Allah niyə deyir ki, İbrahim məqamının arxasında namaz qılın. Neçə dəfə bunu demişəm, həzdə olanlar görür. İbrahim məqamını Kəbədən çıxart, apar bir yerə qoydun bu İbrahim məqamını. Nə deyərsən adını? Deyir, pirdir də bura. Elə deyil, pirdə ziyarətgahdır. İbrahim əleyhissalamın ayaq izi. Allah niyə deyir, Kəbənin qırağında yer doludur? Deyir, namazınızı pirdə qılın. Ziyarətgahdır ora, ayaq izidir. Niyə bunu deyir? Bu sual verirəm, cavab ver mənə. Niyə görə orada deyir? Ona görə ki, övliyanın məzarı üstündə dayanmaq təvazö xüsusiyyətidir. Göstərir ki, mən özümdən üstün kimisə qəbul edirəm. Canınız buna görə çıxır ki, bunu qəbul eləmək istəmirsiniz. Davamız buna görədir. Kimsə gedib orada bir Mövsün ağa ibadət edir 20-ci əsrdə. Sən bilirsən axı ona ibadət eləmirlər. Allah deyir ki, get mənim dostumun qəbri üstündə. Yəni, etiraf elə ki, bu məndən sən Allaha yaxındır. Nə olar, canın çıxmaz bunu desin. Bu sənin üçün ancaq başucalığı gətirər. Allah da bəzən şəfanı orada qərar verir. Bu adam özü o qədər özünü düşünəndir ki, elə bilir ki, biri özünə şəfa istəməyibsə, deməli heç kəsə şəfa istəməz. Adam var, özünə istəmir, başqasını eləyir. Əbəlfəz ağanın qolu kəsildi, su gətirənmədi, uşaqlarının ehtiyacını ödəyənmədi. Amma indi onun vasitəsilə nə qədər insanların hacəti rəva olur. Sual verirəm, niyə görə Allah Quranda mələklərə deyir ki, Uscudu ilə Adəm, Adəmə səcdə edin. Sual verirəm, cavab ver. Səcdə Allahadır. Niyə deyir ki, Adəmə səcdə eləyin? Niyə deyir təzim eləyin? Adəmə ibadət eləyin demirə, səcdə təzim mənasındadır. Mən bunun arxasında həmişə demişəm, gizli plan görürəm ki, bir dəstə xaricdən məqsədləri budur ki, bu söhbətləri salsınlar, yavaş-yavaş xalqı övliyalardan soyutsunlar, dindən məhəbbəti alsınlar, sərt ehkamçı bir din düzəltsinlər, yaxın şərqdə açdıqları oyunları bu ölkələrdə də eləsinlər. Orada da o bəhslərdən başladılar, getdilər hara qədər, ziyarətgahları partlatmağa qədər, dağıtmağa qədər. Çünki bir dində ki, övliya yoxdur, ona təzim, ehtiram yoxdur, o dində sərt ehkamçılıq var. Oturublar, tohid keşikçisidir, güya. Bunlar hamısı anlamamazlığın nəticəsidir, başa düşməməyin nəticəsidir. Uzatmayayım söhbəti, çox insanlar, böyüklər bu mərifəti özləri ilə qəbrə aparıblar. Çünki cəmaat anlamayıb, cəmaatın anlamamağı qorxusundan.